Doktor, bu kollageni içə bilərəm. Doktor, Türkiyədən kollagen gətirə bilərəm. Olar mən kollagen qəbul edeyim? Niyə? Kollagen nə üçün bu qədər məşhurdur? Kollagen ümumiyyətlə orqanizmdə ən çox yayılan zülaldır və bizim dərimizin, sümüyümüzün, əzələnin, oynaqların əsas tərkib hissələrindən biridir. Amma digər ki, kollagen qəbul etmək o qədər də effektli deyil. Çünki bu kollagen preparatları bağırsaqlardan tam olaraq sorularaq lazım olan orqanlara gedib çata bilmirlər. Ona görə də nə etmək lazımdır? Baxın, bəzi alimlər fikirləşirlər ki, kollagenin dərmanını içmək lazımdır. Amma digərlər də bayaq dediyim kimi fikirləşir ki, bu bağırsaqlardan sorulmayacaq. Ona görə də ən yaxşısı nədir? Kollageni öz orqanizmimizin istehsal etməsidir. Bunun üçün isə nə etmək lazımdır? Düzgün qidalanmaq, tərkibində C vitamini, çinko, amino asidlər olan qidalar qəbul etmək lazımdır. Axı hər şeyin ən təbiisi daha gözəldir.